Diş həkiminin işığı ucsuz-bucaqsız dağların ətəyində torpağın hər qarışı, köhnə əcdadların xatirələrinin, adət-ənənələrin sirlərini özündə cəmləşdirən Günəşliyə adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları, meşələrin sükut dolu kölgələri, axan çayın nəbzi və tarlalarda yayılan zəhmətin qoxusu insanlara keçmişin acı-şirin hekayələrini və gələcəyin ümid dolu arzularını xatırladırdı. Kənd sakinləri üçün ev yalnız tikililərdən ibarət değildi, o, ailənin, əcdadların ruhunun və ənənələrin sarsılmaz dəyərini daşıyan, hər qəlbdə yaşayan bir məkandı. Bu kəndin gündəlik həyatında bir çox dəyər əhəmiyyət kəsb etsə də, ən böyük sınaqlardan biri tibb sahəsində idi. Hər kəsin sağlamlığı, gülümsəməsi, həyatın parlaq ümidini əks etdirən ən qiymətli sərvət idi. Lakin kənddə həkimlər nadir idi, insanlar isə illərdir diş ağrılarından, diş xəstəliklərindən əziyyət çəkirdilər. İşte bu zaman kəndin gənc və istedadlı diş həkimi Əkbər həkim ortaya çıxdı. Əkbər həkim uşaqlığından bəri dişlərə və insanın gülümsəməsinə maraq göstərmişdi. Hər dəfə atası Məcid bəyin diş ağrısı ilə əziyyət çəkməsinin, anasının acı içində diş həkiminin müalicəsini eşidərkən, o, yalnız tibbi biliklərlə deyil, həm də insanlara kömək etmək, onların qəlbindəki acını aradan qaldırmaq istəyini də qəlbində yanğı kimi hiss edirdi. Öz təhsili üçün böyük şəhərə gedərək modern tibb təhsili aldı və kəndinə qayıtdıqdan sonra həm fiziki, həm də mənəvi baxımdan insanlara xidmət göstərməyə başladı. O, kəndin dar daş yolları ilə dolu evlərinə, hər kəsin ürəyindəki sarsılmaz ümidə toxunan diş həkimi oldu. Kəndin dar küçələrində, meşələrin sükut dolu kölgəsində və axan çayın sakit səsi arasında diş həkimi Əkbər həkim yalnız diş ağrısını müalicə etmirdi, o, insanlara gülümsəmənin, sağlamlığın və həyatın əsl sevincinin dəyərini öyrədir. Onların qəlbindəki acıları, kədəri və narahatlıqları aradan qaldırmağa çalışırdı. Hər müalicə, hər baxım və hər gülüş, sanki insan ruhunun dərinliyində doğan sarsılmaz gücün, sevginin və mərhəmətin təcəssümü idi. Bir gün kəndin böyük bir bayramı zamanı insanlar meydanda bir araya gəldilər. Bu bayramda kəndin bütün sakinləri keçmişin acı xatirələrini və gələcəyin ümid dolu arzularını yad edərək, birlik və səmimiyyət içində həyatın gözəlliyini qeyd edirdilər. Bayramın şənliyinin ortasından Əkbər həkim də öz xidmətinə və insanlara göstərdiyi mərhəmətə dair sözlər söyləmək istədi. O, sakit və dərindən, amma eyni zamanda qətiyyətlə meydanda çıxış etdi və belə dedi: "Əziz dostlar, həyatın hər anı bir dərsdir. Biz, bu torpağın övladları olaraq, sağlamlığımızı və gülümsəməmizi yalnız dişlərimizlə ölçmürük, o, qəlbimizdə yanan ümidin, sevginin və mərhəmətin ölçüsüdür. Hər ağrı, hər kədər, hər narahatlıq bizə öyrədir ki, əsl güc yalnız maddi varlıqlarda deyil, ürəyimizdə, ailəmizdə və ənənələrimizdə yatır. Mən burada sizə yalnız diş həkimliyi biliklərimi təqdim etmirəm, həm də hər birinizin qəlbindəki acıları aradan qaldıracaq, ümid işığını, sağlam gülümsəməni bərpa edəcək o sarsılmaz sevgi və mərhəməti aşılayıram." Bu sözlər kəndin hər küncündə, hər evin divarında dərin rezonans doğurdu. İnsanlar Əkbərin göstərdiyi səmimi və mərhəmətli münasibətdən onun yalnız diş ağrılarını müalicə etməsi ilə kifayətlənməyib, həm də onların qəlbindəki dərin yaraları sağaldacağını və gülümsəməni yenidən bərpa edəcəyini hiss etdilər. Onun işinə yalnız tibbi xidmət deyil, həm də insan ruhunun dərinliyinə toxunan bir sənət kimi baxırdılar. Əkbər həkim günlərin birində kəndin dar daş yollarından keçərək tarlaların arasından meşələrin sükut dolu künclərində hər zaman olduğu kimi insanlara xidmət göstərərkən bir an gözlərinə köhnə bir xatirə daldı. O, uşaqlığından bəri atası Məcid bəyin diş ağrısından əziyyət çəkməsini və anasının onun üçün həkimə gedərkən necə narahat olduğunu xatırladı. Bu xatirə onun üçün yalnız bir acı xatirə deyildi, o, həm də insanlara gülümsəmənin nə qədər qiymətli olduğunu, hər bir dişin, hər bir gülüşün sarsılmaz bir sevgi və mərhəmətin simvolu olduğunu öyrədir, ona öz işində ilham verirdi. O gün kəndin bütün sakinləri Əkbərin səmimi və mərhəmətli işinə şahid oldu. Onlar yalnız ağrılarından qurtulmaq üçün deyil, həm də həyatın gözəlliklərini, gülümsəməni, sağlamlığı və sarsılmaz ümid işığını yenidən tapmaq üçün onun yanına getdilər. Kəndin qocaları, gəncləri və uşaqları Əkbərin ona olan inamını və sevgi ilə ona qucaq açdı. Hər kəs onun göstərdiyi mərhəməti və sarsılmaz ümidin işığını qəlbində hiss edirdi. İllər keçdikcə Əkbər həkimin göstərdiyi səmimi və mərhəmətli xidmət kəndin hər küncündə, hər evində dərin izlər buraxdı. O, yalnız diş ağrılarını müalicə etməklə kifayətlənmədi, o, insanların qəlbində, ailələrində və ənənələrində yaşayan sarsılmaz dəyərləri də bərpa edirdi.
O, hər bir müalicə seansını sanki insan ruhunun dərinliyindəki acıları aradan qaldıran, gülümsəməni yenidən doğuran bir ritüel kimi həyata keçirirdi. İnsanlar onun işində yalnız tibbi bilikləri deyil, həm də ürəklərindəki sarsılmaz inamı, sevgi və mərhəməti tapırdılar. Bir gün kəndin mərkəzində böyük bir məclisdə toplanan insanlar keçmişin xatirələrini və gələcəyin ümid dolu arzularını bölüşərkən Əkbər həkim səmimi bir çıxış etdi və belə dedi: "Əziz övladlarım, həyatın hər anı bir dərsdir. Mən buraya yalnız diş ağrılarını müalicə etmək üçün gəlməmişəm. Mən sizə gülümsəməyin, sevginin və mərhəmətin nə qədər böyük bir güc olduğunu göstərmək üçün buradayam. Hər birinizin qəlbində yanan o sarsılmaz inam və ümid yalnız maddi varlıqlarda deyil, insanın ruhunda, ailəsində və ənənələrində yatır. Biz bu dərin dərsləri aldıqca hər birimiz öz həyatımızda əsl zənginliyi, sevgi və mərhəməti taparıq." Bu sözlər məclisdə toplanan hər kəsin qəlbində dərin rezonans yaratdı. Kəndin gəncləri Əkbərin səmimi və mərhəmətli işinə daha çox önəm verməyə yalnız öz sağlamlıqlarını deyil, həm də qəlblərindəki, ailələrindəki və ənənələrindəki sarsılmaz dəyərləri qorumağa qərar verdilər. Onlar anladılar ki, həyatın hər çətinliyi, hər itki, hər məğlubiyyət insanı daha da böyüdür və ona sarsılmaz gücün, sevgi və mərhəmətin nə demək olduğunu öyrədir. Beləliklə, diş həkiminin işığı adını verdiyimiz bu dastan yalnız tibbi bir xidmətin uğuru deyil, insanın qəlbindən, ailəsində və ənənələrində yaşayan sarsılmaz dəyərlərin, keçmişin acı dərslərindən doğan gücün və gələcəyin ümid dolu işığının təcəssümü idi. Günəşli kəndinin dar daş yolları, meşələrin sükut dolu kölgəsi, axan çayın şırıltısı və hər kəsin qəlbində yanan sarsılmaz inam insanlara öyrətdi ki, əsl güc yalnız maddi varlıqlarda deyil, qəlbdən, ailədə və ənənələrdə. İnsanın yaşadığı dərin sevgi və mərhəmətdə yatır. İllər keçdikcə Əkbər həkimin adı yalnız diş həkimi kimi deyil, insanlara gülümsəməni, sevgi və mərhəməti, sarsılmaz inamı və gələcəyin parlaq ümidini bəxş edən bir işıq, bir ilham mənbəyi kimi yadda qaldı. Kəndin hər küncündə, hər evin divarında, dar daş yollarında və meşələrin sükut dolu kölgəsindən onun göstərdiyi mərhəmət, sarsılmaz inam və insan ruhunun dərinliyi əbədi olaraq yaşadı. Hər kəs onun bu sarsılmaz işığından ilham alaraq həyatın hər anının, acı ilə şirin, kədər ilə ümidin, sevgi və mərhəmətlə qarşılamağı öyrəndi və bu dərin dərsləri gələcək nəsillərə miras qoydu. Beləliklə, mühəndisin işığı, qarşı duranların səsi və gələcəyin umudu kimi dastanların yanında diş həkiminin işığı adını daşıyan bu hekayə, Tolstoyun geniş ürəklər, insanın zəifliklərini aşan, hər çətinlikdən sonra doğan sarsılmaz gücün, sevgi, mərhəmət, inam və ən əsası insan ruhunun dərin yaradıcılığının təcəssümü olaraq nəsillərin qəlbində, hər evin divarında və kəndin dar daş yollarında əbədi olaraq yaşadı. Hər kəs bu hekayəni ürəklərində daşıyaraq həyatın hər anının, acı ilə şirin, kədər ilə ümidin, sarsılmaz inam və sevgi ilə qarşılamağı öyrəndi və bu dərin dərsləri öz ömürlərinə tətbiq edərək gələcəyin parlaq səhərlərini qura bildi. Diş həkiminin işığı, günəşli kəndinin sakinlərinə yalnız diş ağrılarından qurtulmağın deyil, həm də insanın qəlbindən, ailəsində və ənənələrində yaşayan sarsılmaz sevgi və mərhəmətin, inamın nə demək olduğunu, hər çətinliyin arxasından doğan parlaq ümidin simvolu olduğunu öyrətdi. Beləliklə, mühəndisin işığı və digər böyük dastanların arasında diş həkiminin işığı adını verdiyimiz bu hekayə insanın öz içindəki yaradıcılığı, mərhəməti və sarsılmaz inamı ortaya qoyan, Tolstoyun əsərlərindəki kimi dərin və səmimi duyğularla dolu bir nağıl olaraq nəsillərin qəlbində, hər evin divarında və kəndin dar daş yollarında əbədi olaraq yaşadı. Hər kəs bu dastanı ürəklərində daşıyaraq həyatın ən çətin anlarında belə içində yanan o sarsılmaz gücü tapdı və bu dərin dərsləri gələcək nəsillərə miras qoydu.